Təsəvvür edin, sabah xəstəxanaya getdiyinizdə heç bir ödəniş etmirsiniz. Uşağınız universiteti bitirir, heç bir borc olmadan, tamamilə pulsuz. Təqaüdə çıxırsınız, həyatınızın ən rahat dövrü başlayır. Küçədə dilənçi yoxdur. Hökumətə etibar edirsiniz. Bu cənnətin təsviri deyil. Bu Şimal dənizinin kənarında soyuq və qaranlıq bir ölkədir. Əhalisi cəmi 5 milyon olan bu ölkənin adı Norveçdir. Hər il BMT dünyanın ən xoşbəxt ölkələrini açıqlayır. Norveç həmişə ilk 5-likdədir. Korrupsiya indeksində dünyanın ən şəffaf ölkələri sırasındadır. Orta aylıq maaş $6.000 keçir. Hərçənd vergilər yüksəkdir. Amma dövlət o vergiləri vətəndaşa geri qaytarır. Bəs bu necə mümkün oldu? Hansı yolu keçdi bu xalq? Bugün bütün bunları sizinlə paylaşacağım. Norveçi anlamaq üçün əvvəlcə onun keçmişinə baxmaq lazımdır. Norveçin tarixi çox qədimlərdən başlayır. Orta əsrlərdə bu torpaqların sakinləri Vikinglər idi. Avropanın sahillərinə hücum edən, Atlantik okeanını belə aşan, dənizi evləri kimi tanıyan bir xalq. Onların ən məşhur dənizçilərindən biri olan Leif Erikson, Kolumbdan 500 il əvvəl təxminən 1000-ci ildə Şimali Amerikanın sahillərinə ayaq basmışdı. Bu tarixi sənədlərlə sübuta yetirilmiş bir faktdır. Amma bu güclü xalqın parlaq dövrü uzun çəkmədi. Əsrlər keçdikcə Norveç əvvəlcə Danimarkanın, sonra isə İsveçin tərkibinə qatılan bir ölkəyə çevrildi. 1905-ci ildə nəhayət müstəqilliyini qazandı. Üstəlik heç bir müharibəsiz dinc yolla. Amma sevinc uzun sürmədi. Müstəqillik gəlmişdi. Zənginlik hələ yolda idi. O illərdə Norveç Avropanın ən kasıb ölkələrindən biri sayılırdı. Əhalinin böyük hissəsi balıqçılıq və kənd təsərrüfatı ilə dolanırdı. Minlərlə Norveçli daha yaxşı həyat ümidi ilə gəmilərə dolub Amerikaya üzürdü. O qədər çox adam getmişdi ki, Amerika şəhərlərinin bəzilərində Norveçcə danışan məhəllələr belə yaranmışdı. İkinci Dünya müharibəsində isə Norveç daha ağır bir sınaqla üz-üzə gəldi. 1940-cı ildə Almaniya ölkəni işğal etdi. Norveç kralı və hökuməti Londona qaçmağa məcbur oldu. Xalq isə 5 il boyu işğal altında yaşadı. Müharibə bitdikdən sonra ölkə sıfırdan yenidən qurulmağa başladı. Bu ağır tarixə baxmayaraq Norveçlilər dağılmadılar. Bu çətinliklər onları daha möhkəm, daha birləşmiş xalq etdi. 1969-cu il Norveç sahillərindən bir neçə kilometr uzaqda Şimal dənizinin dərinliklərində qazma işləri aparılırdı. Mütəxəssislərin çoxu böyük bir şey gözləmirdi. Sonra hər şey birdən-birə dəyişdi. Ekofisk yatağı kəşf edildi. Dünyanın ən böyük neft yataqlarından biri. Norveçin altında nəhəng bir sərvət gizlənirdi. Bu xəbər bütün ölkəni silkələdi. Amma eyni zamanda böyük bir sual da ortaya çıxdı. Bu pullarla nə ediləcəkdi? Tarixə baxan hər kəs bilir ki, neft həmişə xoşbəxtlik gətirmir. Norveç isə tamamilə başqa bir yol seçdi. 1990-cı ildə Norveç hökuməti tarixə düşəcək bir qərar aldı. Neftdən gələn gəlirlər birbaşa dövlət büdcəsinə köçürülməyəcəkdi. Bunun əvəzinə xüsusi bir fond yaradıldı. Norveç Dövlət Neft Fondu. Sonralar bu fondun adı dəyişdirildi. Bu gün isə ona Nəsillər Fondu deyirlər. Çünki bu fond yalnız bu gün yaşayanlar üçün deyil, onların uşaqları, nəvələri, hələ doğulmamış nəsillər üçündür. Neftdən gələn pullar fonda köçürülür. Fond isə bu pulları dünya boyu ən güclü şirkətlərə, daşınmaz əmlaka, dövlət istiqrazlarına yatırır. Apple-da payı var, Microsoft-da payı var, Nestle-də, Samsung-da, dünyanın 9000-dən çox şirkətində payı var. Norveçin neft pulları dünya iqtisadiyyatının içindədir. Böyüyür, çoxalır, gəlir gətirir. Bugün həmin fondda 1 trilyon 700 milyard dollara yaxın pul var. Bu Norveçin illik iqtisadiyyatından 4 dəfə böyükdür. Hər bir Norveç vətəndaşı yeni doğulan körpədən 90 yaşlı qocaya qədər həmin fondda şəxsən 330 min dollara yaxın pula sahibdir. Fonddan hər il büdcəyə yalnız müəyyən hissə, fondun illik gəlirinin bir qismi köçürülür. Əsas kapital isə toxunulmaz qalır. Daima böyüyür. Dünyada bu modeli uğurla tətbiq etmiş başqa bir ölkə yoxdur. İqtisadçılar buna Norveç möcüzəsi deyirlər. Norveçdə
Uşaq dünyaya gələndən etibarən dövlət onun gələcəyini öz üzərinə götürür. Məktəb pulsuzdur, orta məktəb pulsuzdur, universitet də pulsuzdur. Bu imkandan Norveç vətəndaşları ilə yanaşı Avropa İttifaqı ölkələrindən gələn tələbələr də istifadə edə bilirlər. Amma bu yalnız pulsuzluq deyil. Norveç təhsil sistemi keyfiyyətinə görə dünyanın ən yüksəklərindən biridir. Siniflərdə şagird sayı azdır, müəllim peşəsi cəmiyyətdə hörmətli bir peşədir. Maaşlar yüksəkdir. Uşaqlara əzbərləmək deyil, düşünmək öyrədilir. Kreativlik, tənqidi düşüncə, müstəqil qərar vermə, bunlar Norveç məktəblərinin özəyini təşkil edir. Nəticədə Norveç vətəndaşlarının elmi düşüncəsi, analitik qabiliyyəti dünyanın ən yüksəkləri sırasındadır. Norveçdə xəstələnmək maliyyə böhranı demək deyil. Xəstəxanaya getsəniz, dövlət ödəyir. Əməliyyat lazımdır, dövlət ödəyir. Uzunmüddətli müalicə lazımdır, dövlət ödəyir. Hər bir vətəndaşın öz ailə həkimi var. Psixoloji yardım da tibb sisteminin ayrılmaz hissəsidir. Norveçdə orta ömür müddəti 83 ildir. Bu, dünyanın ən yüksək göstəricilərindən biridir. Uşaq ölümü isə dünyanın ən aşağı rəqəmlərindən biridir. Norveçi digər zəngin ölkələrdən fərqləndirən ən mühüm cəhət bərabərlikdir. Bir çox ölkədə ən zəngin insanla ən kasıb arasındakı uçurum getdikcə dərinləşir. Norveçdə isə bu fərq minimaldır. Sistem elə qurulub ki, kimsə həddindən artıq yoxsul qalmır. Heç kim cəmiyyətdən kənar düşmür. Korrupsiya demək olar ki, yoxdur. Beynəlxalq Şəffaflıq Təşkilatının hər ilki hesabatında Norveç dünyanın ən az korrupt ölkələri sırasındadır. Bürokratiya sadədir. Vətəndaş dövlətdən qorxmur, dövlətə arxalanır. Bu etibar mühiti Norveç cəmiyyətinin bünövrəsidir. İnsanlar bir-birinə güvənir. Bu, nəsillərin əməyi ilə qurulmuş bir dəyərdir. Norveç coğrafiyası da olduqca özünə məxsusdur. Uzun, dənizin hisslərinə işləmiş körfəzlər, fiordlar, Norveç fiordları UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Bu mənzərə o qədər möhtəşəmdir ki, hər il milyonlarla turist yalnız fiordlara baxmaq üçün Norveçə gəlir. Ölkənin şimalında isə şimal işığı Aurora Borealis, gecə səmasında rəqs edən yaşıl, mavi, bənövşəyi rənglər. Norveçlilərin həyat tərzi bu təbiətin içindədir. Bu ölkədə qış uzun və qaranlıq olur. Günlər çox qısalır, amma Norveçlilər bundan şikayətlənmir. Şam işığının yanında kitab oxumaq, qar içində gəzmək, isti içki ilə üşümək onların xoşbəxtliyinin bir parçasıdır. Norveçli vətəndaş sabahından qorxmur. Xəstələnəcəm, dövlət baxar. İşsiz qalacam, müavinət alacam. Qocaldım, layiqli pensiya var. Bu arxayınlıq insanın psixologiyasını kökündən dəyişir. Norveçlilər yalnız pul qazanmaq üçün işləmir. Hər peşə cəmiyyətə töhfədir. Bələdiyyə işçisi də, professor da eyni dərəcədə hörmət görür. İnsanlar bir-birinə etibar edir, dövlətə etibar edir. Bu nəsillərin əməyi ilə qurulmuş ən dəyərli sərvətdir. Norveçin sirri əslində neft deyil. Neft yalnız bir fürsət idi. Dünyada onlarla neft ölkəsi var, amma Norveç kimi nəticə almaq heç birinin əlindən gəlmədi. Norveçin sirri düzgün qərarlar, uzaqgörənlik, şəffaflıq və insana olan inam idi. Onlar gələcəyi düşündülər, inşa etdilər, amma satmadılar. Aldılar, amma saxladılar. Bəs sizcə bu model başqa ölkələrdə tətbiq oluna bilərmi? Norveç uğrunun arxasında xalqın mədəniyyəti mi, yoxsa siyasi iradə mi dayanır? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyəndinizsə kanala abunə olmağı unutmayın.